İşe sal görün. Aha. Sen olmasaydın bilmirəm ben neyin yerdim. Borçlu borcluğun sağlığını ister. Elə buydu çətinliyin. Yo, hele boru dalınca Sumqayıt'a gideceğim. Sen de o vaxtacan payaları hazırla. Yaxşı, işin avan da olsun. Sağ ol. Alo, bəli, eşidirəm. Almışıq. Deyirəm almışıq. Necə tez boşaltdıraydım? Gəl otur. Adam çatışmır axı. Deyirsən, yəni heç gözlərinin acısını almasınlar. Yaxşı, baş üstə nəzər alarıq. Sağ ol. Deyəsən, yenə buyruqla oturub durursan. Bəs gələn il 2000 hektar xam yerə əkəndə, onda o qədər adamı hardan alacaqsın? Onun da çarəsini taparıq. Məktəblilərin canı sağ olsun. Ha, işlədilər ha, məktəblilər. Şey, olmaya ürəyindən çətinə düşməyimiz. Ayıb olsun, sədr. Əkmək istədiyin yerlər dəmiyədir, qalacaq yağış ümidinə. Axı, nasos qurumaq üçün vəsait lazımdır. Hələ əlim yandıdayıq. O qədər vəsaiti hardan alaq biz? Hay sədr, üstüvə bu boyda yük götürmüsən, amma nə özün nasos stansiyası tikdirirsən, nə də özgəsin qoyursan. Onu da bil ki, su olmasa bu planın altından çıxa bilməyəcəksən. Bəlkə haqlısan, amma özün gördün ki, söz verdim, boyun oldum. İndi geri çəkilmək olmaz, adamın atasına od vurarlar. O ki qaldı, nasos qurmaq istəyənlərə... De, oxun atıb yayın gizlətmə. Bu mexanikdə deyəsən çıxıb gedəcək. Hansı nanəçiblərsə, rayon rəhbərlərinə ondan anonim yazıblar. Məişət pozğunluğunda təqsirlandırırlar yazığı. İncimə İlyas, sənin də adın çəkilir. Eşidirəm. Bəli.